Dəccal bəzilərinin nəzərində təpəgöz bir varlıqdır. Bugün özü biz İlluminatinin təşkilatında tək gözün olması çox mərufdur, tanınmışdır. Ola bilər ki, Dəccaldan məqsəd bir insan yox, bir böyük təşkilat, yəni Siyonizm təşkilatı ki, hal-hazırda dünyada zülmün atası və anası sayılırlar. Onlar zülmlə dünyaya meydan oxuyurlar və dünya əhlini öz qayda qanunlarına tabe eləmək istəyirlər. Bu fikir təkcə bizim yox, bu fikir həm də şəhid sədrin də atası. Allahumma salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin. Və sallallahu ala Muhammedin və alihi tahirin və accil faracahum və faracana bihim. Salam əziz dostlar, əziz Mehdi sevərlər. Bir daha məhdəviyyət mövzusu olan söhbətlərimiz davam edir və sizlərin dəyərli vaxtınızı alırıq. Allah sizlərdən razı olsun, diqqətinizə görə minnətdarıq. Əziz dostlar, imam haqqında məlumatlar nə qədər çox bilsək və öyrənsək, əldə etsək, bir o qədər biz imam şünas olarıq, imamları yaxşı tanıyan olarıq və imamları tanımaqla da zamanəmizi tanımış olarıq. Hər kəs də öz zamanə imamını tanımasa, keçən söhbətlərimizdə dediyimiz kimi, o cahiliyyət dövrünün insanlar kimi sayılar. Ölərsə də cahiliyyət dövrünün ölülər kimi ölər. Həzrət İmamın zuhuru üçün əlamətlər deyilib. Onlar iki qismdir. Birinci, xas əlamətlər, xüsusi əlamətlərdir ki, ona həm də əlaimi, hətmi, qəti deyirlər. Yəni qəti əlamətlər, hətmi əlamətlər ki, mütləq bunlar olmalıdır. Əgər olmasa, imam zuhur etməyəcəkdir və etməz. Amma digər əlamətlər ki var, ona deyirlər əlaimi am, yəni ümumi əlamətlər, onlar hətmi deyirlər. Onlar ola da bilər, olmaya da bilər və yaxud da olub keçib, onlar artıq güzəşdə qalıb, keçmişdə qalıb. Bugünkü gündə hamının gözlədiyi, səbirsizlə gözlədiyi əlamətlər həmən o əlamətlərdir ki, ona xüsusi əlamətlər deyirlər. Onların alimlər, müfəssirlər kitablarda, yəni rəvayətlər əsasında 5 dənə olduğunu deyiblər. Birinci əlamət Yəmaninin xurucudur. Yəmani, yəni Yəməndən olan bir şəxsin xurucudur. Ola bilər hal-hazırda Seyyid Sədrəddin Əl-Husi və yaxud Əbdülməlik Əl-Husi cənablar ki, Allah atasına rəhmət etsin, özünə isə vücudunu səlamət edəsin. Şayət ola bilər ki, Seyyidin xurucu, yəni Yəmaninin xurucu qismindədir. Ya Yəmani deyiləndə elə o nəzərdə tutulur. Çünki zamanın sonunda, bugünkü gündə yeganə bir dövlətdir ki, yeganə bir qurumdur ki, təşkilatdır ki, partiyadır ki, Husilər partiyası hal-hazırda dövrün zalimləri ilə baş-başa qalıbdır. Və onlar sanki xuruc etmişlər. Bundan da əfsəlini Allah bilir, biz sadəcə bir ehtimal veririk. Yəmaninin xurucu ilk şərtlərdəndir. Ondan sonra Dəccalın deyilən bir şər varlığının xurucu var, yəni xarici olması var. O Əbu Süfyanın nəslindən olan Süfyanidir. Məşhur Dəccal adında hamıya tanınılmışdır. Dəccal bəzilərinin nəzərində təpəgöz bir varlıqdır, yəni simvolik bir söz ola bilər. Təpəgöz yəni ola bilər ki, elə hal-hazırdakı Siyonizm və İlluminati olan təşkilatdır. Bugün özü biz İlluminatinin təşkilatında tək gözün olması çox mərufdur, tanınmışdır. Onlar hər yerdə o tək göz işarəsini yəni paylaşırlar. Ola bilər ki, Dəccaldan məqsəd bir insan yox, bir böyük təşkilat, yəni Siyonizm təşkilatı ki, hal-hazırda dünyada zülmün atası və anası sayılırlar. Onlar zülmlə dünyaya meydan oxuyurlar və dünya əhlini öz qayda qanunlarına tabe eləmək istəyirlər. Bu fikir təkcə bizim yox, bu fikir həm də şəhid sədrin də, atasının da fikirləri olublar ki, onlar da bu fikirə önəm vermişlər. Yəni Dəccalı bir böyük miqyasda başa düşmüşlər və anlatmışlar. Bir şəxsin özündə cəm etməmişlər. Ola bilsin ki, bir şəxs kimi o insan kimi gələcək dünyaya, vücudu olacaq, ancaq onun arxasında duran böyük bir təşkilat olacaq. O sadəcə ola bir alət olacaq qərbin əlində. Üçüncü əlamət isə Dəccalın ordusunun İmam Mehdi sahib zaman əleyhissalama qarşı çıxartdığı ordusunun Məkkə ilə Mədinə arasında bir çöl var. O çölə Beyza çölü deyirlər. Xəsfül Beyda adlanan bir əlamət. Üçüncü əlamətdir, yəni onların yerə batması. Yəni birdən torpaq, yer aralanacaq və onlar çoxlu qoşunla ki, Xorasandan xuruc eləyib İraqa, yəni Kufəyə tərəf getdikdə onlar da oradan istəyirlər, gəlsinlər Xorasanı ilə savaşmağa, ancaq Allah Teala onları o yerdə batıracaq və məhv edəcəkdir. Bu bir möcüzədir. O möcüzə olmalıdır və bu da baş verən 5 xas əlamətlərdən üçüncüsü idi. Dördüncüsü isə İmam Zaman Ağanın zuhurunun yaxınlaşması ərəfəsində
göydən bir nida gələcəkdir. Ramazan ayında eşidilən bu nidanı hamı eşidəcəkdir. Bütün dünyada eşitməyən insan qalmayacaqdır. Deyilənə görə o səs Ca'el haq və zəhəqəl batil innəl batilə kana zəhuqa ayəsidir. Yəni bu ayə oxunacaq Cənab-ı Cəbrail əleyhissalamın nitqi ilə dünyaya çatdırılacaqdır. Bu ayənin mənası odur ki, artıq haqq gəldi, batil getdi və batil getməkliyə məhkumdur. Ayənin məzmunu belədir. Və bu da İmam Zaman ağanın gəlməyinə işarət olunan bir nöqtədir. Və bu da əlamətlərdəndir ki, bu olmalıdır. Və ondan sonra bir axırıncı əlamət də, 5-ci əlamət də nəfs-i zəkiyyə deyilən bir şəxsin, paş insanın, Muhammed adında seyid bir insanın ki, İmam Hüseyin ağa nəslinə olar, İmamın sifarişi ilə, göstərişi ilə Məkkəyə və Mədinəyə gedər, orada təbliğat edər ki, İmam zuhur edir artıq, hazırlaşın ey insanlar. Onu orada rükünlə məqam arasında Allahın lənət etmiş düşmənləri, ola bilsə indiki Vəhhabiyyət, orada onu şəhid edərlər, qanına qəltan edərlər və bu İmam Zaman əleyhissalamın qəlbini parçalar və Allah Taala'nın da acığına, qəzəbinə səbəb olar və o hadisədən 14 gün sonra, yəni 2 həftə sonra İmam zuhur edər inşallah. Bəli, əziz qardaşlar, və bu sonuncu zülm olacaqdır. Nəfs-i zəkiyyənin ölümü və şəhadəti bir daha bu zuhurun tezləşməsi üçün amillərdəndir. Bu 5 şərtdən qabaq kimdirsə ki, imam zuhur edib, ya imam gəlib, mən imamam və yaxud da imam filan kəsdir, onlar kəzzab adlandırılmışlar hədislərdə, yəni yalancı deyilmişlər. Onlara inanmaq olmaz. Amma imamları görmək, imamı görmək və imamla söhbət etmək olar, mümkündür. Əllamə Məclisi də kitabında 50-dən çox İslam və Əhl-i Beyt alimlərinin imamla görüşdüyünü nəql edibdir. Amma buna baxmayaraq bəzi alimlərimiz olublar ki, Şeyx Nü'mani kimi imamla görüşməyi dürüst bilməyib və onu məntiqə uyğun hesab etməyibdir. Yəni imamla görüşmək, əslində alimlərin nəzərinə görə imamın gəlməyi demək deyil. İmamın gəlişi başqa, onunla görüşmək başqa. Yəni görüşmək saadəti insanlardan alınmayıb. Allah Taala bizlərə də imamı görmək saadətini və onunla görüşüb söhbət etmək şərəfini nəsib etsin inşallah. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuhu.